bu aparatı hər gün sosial mediada görürəm. Hamı deyir ki, bu aparatdan hamının evində olmalıdır. Niyə olmalıdır onu izah edirəm. Çünki bu gördüyünüz aparat 11 növ xəstəliyin yaranmasının qarşısını ala biləcək yeganə sağlamlaşdırıcı cihazdır. Niyə sağlamlaşdırıcı cihaz deyirəm? Ona görə ki, Səhiyyə Nazirliyi tərəfindən rəsmi sertifikatlı bir aparatdır və qan dövranını bərpa etməyə kömək eləyir. Bugün danışacağım bel yırtığı və prostatı olan insanlar aparatı necə istifadə etməlidir? Elə müştərimiz sırf bel yırtığı ilə bağlı bizə müraciət etmişdi. Aparatın üzərində oturmaqla, 15 dəqiqə müddətində oturmaqla bütün bu çanaq orqanlarına qan dövranı bərpa olacaq. Eyni zamanda sidik cinsiyyət yolunda iltihabı prosesi olanlar, belində yırtıq, protruziya, osteoxondroz olan insanlar gün ərzində 15 dəqiqə aparatdan istifadə etməklə bütün daxili orqanlara qan axını bərpa edəcək.